Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayırla mübaddellesin. İşlerinizi avan dilesin. Allah hamınızdan razı olsun. Yine de Mefatihül Cennet kitabında nakl olunub ki, Sıffin davasında bir gün Əmir-el-Möminin əleyhissalamın qoşunu Muaviyə Məl'unun qoşununun müqabilində onlarla üz-üzə sıra ilə durdular. Əmir-el-Mömin əleyhissalam öz qoşununa müraciət edərək buyurdu: Bugün ta mən izin verməyincə bir nəfər sizdən davaya qədəm qoymasın. Bir qədərdən sonra Muaviyə Məl'unun qoşunundan bir özündən deyən Dilavər meydana çıxıb Əli əleyhissalamın qoşununun qarşısında rəciz, yəni özünü tərifləmək deyərək mübariz istədi. Bu zaman gördülər Əmir-el-Mömin əleyhissalamın qoşunundan bir niqabdar cavan təxminən 15 yaşında meydana qədəm qoyub o məlunu cəhənnəmə vasil edib Muaviyyənin qoşunundan mübariz istədi. O cavanda çox güclü və qüvvətli və möhkəmlik və düşməni öldürməyə çox məhəbbət var idi. Düşmən ləşkəri onda o səlabəti, yəni o gücü görüb bir əhdi, yəni heç bir kəs onun meydanına gəlməyə ürək etmədilər. Axirəl əmir Muaviyyənin ləşkərindən bir böyük pəhləvan ki, adına Şəşa deyərdilər. Çox şüca-i dilavər idi. Muaviyyə ona dedi: İbn-i Şəşa, get bu cavan niqabdarın şərrini bizdən kənar elə. Şəşa dedi: Ey Muaviyyə, məni dava günündə 10.000 atlıya bərabər bilirlər. Sən istəyirsən ki, məni bu qədər Şam ləşkərinin içində rüsvay edib bir cavanın meydanına göndərəsən. Amma sən ki istəyirsən ki, mən bu niqabdarın şərrin səndən kənar edəm, onda mənim 7 oğlum var. Onların hər biri misilsiz pəhləvandırlar. Onlardan birini göndərərəm, gedib onun başını kəsib sənə gətirər. Bəs o zalim böyük oğlunu mükəmməl silahlandırıb və yeyin gedən bir ata süvar edib, yəni sürətlə gedən bir ata süvar edib meydana göndərdi. Həmin o cavan niqabdar ki, uzun qolları var idi, əlin uzadıb o məlunun kəmərindən tutub elə bir hərəkət verdi ki, o məlunu yəhərin üstündən götürüb başı üstə qovzayıb havaya bir sürətli təkanla ona hərəkət verib o məlunu elə yerə çaldı ki, sümükləri sınıb cəhənnəmə vasil oldu. Sədai əhsən və maşallah hər iki qoşundan asimana ucaldı. Xülasə Şəşə məlun 7 oğlunun cümləsini bir-bir o niqabdarın meydanına göndərdi. Cənab-ı Əbülfəzl Abbas əleyhissalam onların hamısını cəhənnəmə vasil elədi. Şəşa məlun çox qeyzlənib, başdan ayağa qərq-i ahən olub, ahən yəni dəmirə bürünüb, yəni dəmir geyimlər geyinib çox kübür və qürur ilə ad saldı meydana, Əbbasın meydanına. Əbbas ilə üzdə durub dedi: Ey niqabdar, bugün mənim 7 oğlumu öldürüb, ciyərimi dağlamısan, səni bir zillət ilə gərək öldürəm ki, ata-ananın ciyərləri dağlansın və övladımın intiqamı alınsın.
bəs davaya başladılar. Əvvəl o məlun neyzəsini o niqabdara həvalə etdi. O niqabdar onun neyzəsini rədd edib, ta inki 17 neyzə aralarında rəddi bədəl oldu. Axirəl əmr o niqabdar aman verməyib, bir qılınc onun kəmərindən elə çaldı ki, o məlunu təzə xiyar kimi 2 hissəyə böldü. Nə üst bədəni kəsilmiş böyük bir ağac kimi yerə düşdü. Sədai fəqan, şivən və bərəkəllah və mərhaba 2 qoşundan bülənd oldu, yəni ucaldı. Bəs Əmir-əl-Müminin Əli əleyhissalam 2 qoşunun arasında durub, o niqabdarı səslədi ki, ey cavan niqabdar, bəsdir, qayıt geri, artıq sənə meydanda qalmaqda azad deyilsən. Niqabdar qayıdıb, Həzrəti Əmir-əl-Müminin əleyhissalamın huzuruna yetişəndə, Həzrət onun niqabını götürüb, hamı baxdılar, gördülər Cənab-ı Əmirin Qəzəb oğlu, Qılınc oğlu Həzrəti Abbas əleyhissalamdır. Açıb niqabı baxıb insücim olası, o vahiməli və qəzəbli gördü oğlu Abbası. Buyurdu eylə bəyan, kim verib sənə rüxsət, bugün də getməyə meydana eylədin cürət. Ədəblə ərz eylədi ümməti Şah-ı Abbas, məni bağışla gilən ey imam-ı cümlə nas. Ta lütf eylə mənə olma dilməlul baba, nə edim ki eyləmədi qeyrətim qəbul baba. Qürur ilə girə meydana bir it qəddar, ağzını aça üstümüzə mən durub baxam naçar. Verən zaman bu cavabı o qeyrətin sahibi, ayağa durdu yerindən Vəli Yusubani. Gəlib dalğa kimi könlündə lütfü riyası, götürdü bağrına bastı vəfalı Abbasi. Bu yerdə ot tutub yandı cismi canıma, harda qalmışdı bəs Əli-i Vəliyullah. Kərbəla yerində o seçilmiş xəlqün nas, vuranda mağridə zərbət Rəşid Ağam Abbas. Mütərcim deyir, Həzrəti Əmir-əl-Müminin əleyhissalamın oğlu Həzrəti Abbas can kimi bastı bağrına, o uzun qollarından öpüb, Kərbəla meydanını yadına salıb hay hay ilə ağladı. Sonra buyurdu, bu qolları və bu qılınc vurmağı Aşura günü qardaşın Hüseyndən ötəri ehtiyat saxla. Gərək o gün qardaşının qarşısında köməksiz vaxtində canfəşanlıq ilə elə dava edəsən ki, bu qolların gərək qələm olsun, yəni kəsilsin. Həzrətin təhəmmül edib, qoşuna qadağan edib rüxsət meydan verməməkdən məqsəd oğlu Abbasın rəşadət və şücaətini Əhl-i Şam və Kufaya bildirmək idi. Çünki Həzrəti Abbasın rəşadət və şücaəti hamıya məlum olmuşdu. Buna görə də Aşura günü bir əhd, yəni heç bir kəs cürət etmirdi ki, Cənab-ı Abbas əleyhissalamın meydanına qədəm qoysun. Quranı qəraətlə oxumağı bacaranlar, mərsiyəxanlar, çoxlu başçılar minbərlərdə və məhafillərdə və məclislərdə belə zikr ediblər və məşhurdur ki, Mədinə-i Münəvvərədə bir nəfər Yahudi ki, şiddət ilə Əli və Əlinin sahabələrini
düşman tutardı. Ama çok zor ve kuvvet sahibiydi. Elə ki bir gün evinin etrafında bir hovuz tiktirmişti ve o hovuzun kenarında bir büyük taş var idi ki 10 nefer qavi heykel o taşa hareket verebilmezdi. Ama o Yahudi günde 3 defa o taşı kucağına alıp hovuzun etrafında dolandırıp yine öz yerine koyardı. Birçok Yahudiler de onun taşı götürüp dolandırmağına bakıp teəccüb ederdiler. Bir gün Yahudiler ona dediler, sen həmişə əlinin ədavətindən dəm vurursan. Belə ki, bu səviyyədə sənin gücün var. Məsləhət budur ki, bir gün əlini bu hovuzun kənarına qonaq dəvət edib bir qədər söhbətdən sonra bu daşı özün götürüb dolandırıb yerinə qoy. Sonra da bu təklifi Əli əleyhissalama elə. Ta o da sənin kimi daşı bu hovuzun ətrafında dolandırsın. Yəqin ki, Əli bu əməldə aciz olar. Nəticədə o məlul, biz isə xoşhal olarıq. Həmən Yahudi də bu işdə onlarla razılaşıb Əli əleyhissalamı bir gün dəvət etdi. Həzrət həmin Yahudiyə dedi ki, hər kəsi ki özümlə sənin dəvətinə gətirməyə məzunam, yəni izin verirsən, həmən Yahudi ərz elədi, bəli, bəs təyin olunmuş gündə Həzrəti Əmir əleyhissalam istədi təşrif aparsın. Həsənəyn əleyhissalam, yəni İmam Həsənlə və İmam Hüseyin əleyhissalam hər ikisi ərz etdilər. Baba, bizi də özün ilə apar, səninlə gedək. Həzrət onlara izin verdi, istədilər, getsinlər. Cənab-ı Abbas əleyhissalam, onda hələ uşaq idi, gördülər. İmam Hüseyin əleyhissalamın dalınca baxır, ağlayır. Həzrət buyurdu, nə üçün ağlayırsan? Ərz elədi, qardaşlarımdan ayrılmaq mənə ağır gəlir. Əgər izin versən, mən də qardaşım Hüseynin dalınca gələrəm. Həzrət ona da izin verdi. Elə ki, hovuzun kənarında məclisə varid oldular. Bir qədər söhbətdən sonra həmin Yahudi ərz elədi. Ya Əli, deyirlər Xeybər qələsində Xeybərin qapısını götürmüsən. Bəs mənim də bir gücümə, zoruma tamaşa elə. Bəs daşı götürüb hovuzun kənarında bir dəfə dolandırıb yerə qoydu. Sonra dedi, ya Əli, əgər sən də bu daşı mənim kimi götürüb bu hovuzun ətrafında dolandıra bilsən, onda bizə məlum olar ki, sənin Xeybər qapısını götürməyin doğru və səhih sözdür. Həzrət bir təbəssüm edib buyurdu, məlum bizim kiçik yaşlı uşaqlarımız bu daşdan ağır daşları götürürlər. Bəs dönüb dala baxanda gördü Abbas. Hüseynin arxasında ədəblə dayanıb durub buyurdu, oğul, öz zor və qüvvətindən bir qədərini bu kinli insanlara göstər. Cənab-ı Abbas əleyhissalam irəli yeriyib, həvəsindən balaca qollarını çırmalayıb daşın yanında iki dizləri üstə əyləşib, əllərini saldı daşın altından hərəkət verib qovzadı sinəsinə. Sonra qovzadı başı üstə havada tutub, 7 dəfə hovuzun ətrafını dolandırıb gətirib qoydu öz yerinə və təbəssüm etdi. Atasına baxaraq və dişləri göründü. Həzrəti Əli Əmirəl-Möminin əleyhissalam buyurdu, Abbas, oğullar ata xidmətində hünər göstərəndə belə gülməz ki, dişləri görünsün. Ondan sonra Abbas əleyhissalam mübarək dişləri həyasının çoxluğundan bir də heç vaxt görünmədi. Məgər Aşura günü ki, qolları qələm olandan sonra ki, qılıncı aldı mübarək dişlərinə, cihad edəndə dişləri görünürdü. Əla lə'nətullahi ələl qavmiz zalimin və səyə'ləmullezine zələmü əyyəmun qələbuna yanqəlibun.